Salam, hər kəsə salam olsun, dəyərli izləyicilərim. Deməli, bu günlərim sizinlə yemək vloqu bölüşürəm. Dünən demişdim axı ki, ət çəkmək qalıbdı, eləyə bilmədim. Hə, dedim qoy bu gün başladım vloqumu. Birinci ət çəkməklə başlayıram. Əti çəkəcəm, sonra da əti çəkəndən sonra doğrayıram nədir? Baş getdi. Ay ölürəm. Səsləndirmə silmək istəmirəm, təzədən başlamasın deyənə. Dilim dolaşdı. Bu nə idi? La ilahə illallah. Bismillahirrahmanirrahim. Hə, əti doğrayıram. Doğrayırıq və sonra çəkəcəm. Sonra isə ondan qəşəng bir yemək bişirirəm. Yemək düzəldəcəm. Birinci gördünüz. Baxay, burada saçım düşüb. Yadımdan çıxıb saçımı toplam yığmaq. Başım ağrıyırdı, üstü sağlıq. Saçımı elə yuxarıdan yığanda necə deyim, ağrıyır da, elə bir ki, bəlkə ağrıyır. Elə bir ki, sinirlərimə toxunur. Ona görə saçımı yalandan yığmışdım ki, boş da. O da ki, çolkalarım tökülüb, fikir verməmişəm. Bu birisi otaqda bunu elədim. Xalça yemişdim. Xalçam da batıb. Gərək təzədən manşotqalayam üstün. İndi gördüm, orada yadıma düşdü. Hə, qurumaqdan örtü sərmişdim bura ki, o da ki, uşaqlar maşallah gəliblər məndən xəbərsiz. Mən paltarları çıxardanda yaman günə qoyublar. Ay Allah, deyəsən uşaqlar ağlayır. Bura gəldim ki, bu otaqda səsləndirmə eləmək ki, şey olsun da, sakitçilik olsun. Videoda danışmamışam. Elə səssizdir deyənə deyim qoy səs əlavə eləyim bunun üstünə. Saç ki, mən post paylaşardım. Ucu 17:04-dür, gecdir. 25 dəqiqəlikdir video. Saç ilə 26 dəqiqəlik belə deyək. Gərək mən sizlərdən suallar falan soruşardım. Elə danışardım nəsə, mövzu haqqında danışardım bunun üstündən. Onda məncə daha maraqlı olardı. Ya belə suallarınız varsa bu videonun da altına yaza bilərsiniz. Gələn video mən onu səsləndirərəm. Arada elə olur ki, özüm elə rahat səsləndirmə eləyirəm. Arada elə olur ki, o qədər ürəyim həyəcanlanır, ürəyim çıxır yerindən elə bir. Niyə elə olan anlamıram. Amma arada sərbəst səsləndirə bilirəm. Özümü darıxdıranda, həyəcanlananda dilim dolaşır bir-birinə. Beynim qarışır, həyəcan öldürür məni. Bu səsləndirmə yeri mənim üçün çətin gəlləsində. Çəkməyə nə var? Özü çəkənə danışanda belə olmuram. Bu ki, videonun üstünə baxıram ki, vay 25 dəqiqəlik video, mən nə danışacağım eləyəndə özüm tayda darıxıram. Darıxdıqca da dilim dolaşır bir-birinə. Ona görə elə sözlər olur ki, pis deyirəm. Əslində elə deyil, sadəcə özümü darıxdırdığımadır. Hə, bu mövzuya da aydınlıq gətirdim. Ay Allah, saçım düşüb. Hələ mən bunu nə qədər kəsmişəm, kəsib doğramışam videonu. Ki saçım düşməsin, bax yenə düşübdü burada. Nə üstündə danışım bilmirəm. Bu videoda düzdür çox iş görmüşəm. Sadəcə bunları çəkə bilmişəm. Elə bilirəm, getmişəm, pretkanın üstünü təmizləmişəm. Bu arada tufovkanın yanında oturmuşam. Sobanın yanındayım da, qoy rusca deməyim. Hə, ola bilər çıx-pıx səs gələ bilər, o termostatın. Hə, yəni onun səsidir, qoy indidən deyim. Hə, getmişəm tripoda qoymuşam. Pletkanı qəşəng aspireksdan təmizləmişəm. Hə, deyirəm ki, vəsiyo, bunu da buna qoşaram da. Bir də baxıram ki, nə vəsiyo, şeydir, düşməyib. Kayda olunmuyub. İzoletkası ölüb, kaydı eləməyə saxlayıbdı. Deyim, eybi yoxdur. Gələn səfər kirlənəndə çəkərəm. Təmiz halında güya qoyacaqdım, sonra ərindim, deyim, çirkə halından təmiz halını qoysaydım, yaxşı olardı. Belə təmiz halını inirəm qoyub deyib, qoymadım. İnşallah ki, səsim yaxşı çıxır. Hə, burada da ət ucu çəkirik.
Bir də o deyim, uşaq vaxtı bəlkə sizdə də elə ola bilər, bəlkə də olmaya bilər. Ki, mən belə ət xoşlamırdım da, ümumiyyətlə ət deyilən bir şey yemirdim. Ancaq elə mən ki, kartof idi, makaron idi, mamam bizə ət yedizdirə bilmirdi. İndi də çox da yemirəm, elə çəkilmiş falan belə, yəni yemirdik də. Qardaşımla mən heç ümumiyyətlə əti dilimizə vurmurduq. Bir də ki, adi mamam ət doğrayanda dedim ki, iyrənc. Elə bilirdim ki, həmişə deyirəm ki, mən ömür boyu ət doğramaram. Ətə əlimi vuranda elə iyrənirdim, elə tüküm epərirdi də, necə deyim. Yaman günə düşürdüm. Amma insan böyüdükcə, məsuliyyət üstə düşdükcə, hər işi görürsən. Mən bunu anladım. Bir vaxt ətə əlimi vurmayan qız indi ət çəkir, ət doğrayır. Ondan sonra yemək bişirir, ət bişirir. O ki deyirlər ki, heç vaxt deməyin. Həyatda hər şey ola bilər. Bax, o düzgün söz imiş, düz söz imiş. Bax, bir anlıq qayıtmaq istədim uşaqlığıma. Burada da külək imkan vermir ki, mən nə durub pəncərəni örtə bilmirdim, əlim ətli idi. Pərdəni külək yerindən oynadır, əsəb boğur. Tripod da durur, düz qarşımda durur tripod. Ki, qarşımda yox. Qarşımda dursa nə var idi? Özüm düşməyim deyənə, ki, yanıma qoymuşam tripodu. Ət çəkəndə rahat çəkmədim əti. Ət çəkəndə olsun, yerləşdirəndə olsun, yeməyi bişirəndə olsun. Bu çəkilişi mən bir də sizə bir şey soruşmaq istəyirəm ki, mən necə eləyim, nə tripodu alım ki, rahat çəkə bilim də, yəni rahat olmur. Yanıma qoyuram, rahat olmur. Qarşıma qoya bilmirəm, üzüm görsənər deyənə, istəmirəm üzümün görsənməyini deyənə. Mən nə tripodla çəkiliş edeyim ki, nə özüm görsənməyim, nə də mən rahat olsun. Elə qoyum, elə mən iş görüm, o çəksin. Yəni elə bir bildiyiniz tripod varsa mənə önərsəz yaxşı olar. Çünki tripodum çox narahatdır, dəhşət dərəcədə. Elə bir ki, əlimi qolumu bağlayır, əlimi qolumu bağlayır, rahat iş görə bilmirəm. Ləman, sakit olma, vay Allah, özümü elə darıxdırıram, elə bir ki, atdı qoluyur mən. Əslində, indi bax bu dəqiqə bunu səsləndirib qutarıb, getməliyəm, qablarımı yumalıyam. Qabları yumadım, gördüm ki, vaxtıdır. Qabları yumadım, paltarları atdım yuyulmağa, evi falan süpürüb eləmişəm. Qalıb bir bu otağı süpürmək, yoldaşım gəlincənə. Bir də qabları yumaq qalıb. Yeməkdən arxancılıqdır. Həm də istədim ki, bu vlog yemək vlogu olsun. Çünki hər səfər süpür, sil, nə qədər təmizlik vlogu olar da. Onsuz təmizlik vlogu olsa belə deyirlər ki, pintisən. Ona görə bilirsiniz, təmizlik vlogu çəkəndə mən nə qədər əsəb keçirdirəm. Ora təmizləyirəm ki, gəlib indi bura təmiz halın çəkimdə. Mən belə çölə çıxıb belə içəri girəncənə gəlib görürəm ki, heç elə bir təmizlik olmayıb da, evə elə bir bomba düşür. Qışqıra uluya başlayıram təzədən yığışdırıram ki, təmiz halında qoyum da. Belə mən əslində belə eləməliyəm. Təmizləyən kimi tez bazar çəkməliyəm. Prosta gözləyirəm, zaletka yığsın, biraz yığsın, çəkim eləyirəm. O zaletka yığılış ki, mən çəkiliş eləyəncənə gələm görürəm, evdə elə bir bomba düşür. Axı sən bişib qutarmadın, sən niyə dayanırsan? Güya sən bişmisən, sən hələ bişməyə yol var. Sən işin o. İlahi, bir əsər danışmışam. Hələ 9 dəqiqə danışmışam. Ayrı vaxtda boş-boş danışıram. Danış da Ləman. Ay öldürüm. Ola bilər ki, bu videoda əsəblərimiz şorlanır səsimə görə. Çünki hamını xoşlaya bilməz, elə bir şey yoxdur. İndidən özürü sayım. Bir də onun shorts videosuna çəkərəm. Salat eləmək istəyirəm, çoban salatı. Belə oturdum, səsləndirdim. Dedim, qoydurum da biraz iş görə səsləndirim. Çünki vaxt gedir və 25 dəqiqə təsəvvür eləyim mən səsləndirmə eləyirəm.
Üzürü sayınından ola bilər ki, indi süpürgəzə gətirib bura süpürüm. Bir də mənim yoldaşımın bir xasiyyəti var ki, fərqi yoxdur elə bir ki ona. Təmizlik xəstəsidir. Məsəl üçün mən çox da təmizliyə belə mən də istəyirəm təmiz olsun evim falan. Prosta ki, burada da telefona baxıram. Həqiqi. Nə deyim? Yoldaşım amma yox. Yoldaşım deyir ki, nə olur olsun, fərqi yox. Evi təmiz saxla. Ev təmiz olsun. Amma mən də əsəbləşirəm ki, 3 dənə uşaqla ev təmiz olmağın mümküniyyəti yoxdur. Həqiqətən yoxdur. Uşaqları məsəl üçün mən adam var uşaqlarını döyür, mən uşaqları döymürəm, vurmuram uşaqları, heç bir şey eləmirəm. Başa sallam, baxaram ki, başa düşmür də. Yenə eyni şey eləyirlər, yenə dağıdırlar. Nə qədər necə deyim, toladıram, şey eləyirəm ki, ya xoş dilən deyirəm. Baxıram ki, uşaqdır, uşağı da qınamıram. Belə həyətə qoymuram, çünki maşın yolu var. Nə də ki, mən bütün gün dura bilmərəm həyətdə. Parka aparıram. Gündə bir dəfə parka aparıram. Ya yoldaşım gələndən sonra, ya da ki, saat 9-10 arasında elə olur ki, mən düşürdürəm parka uşaqları. Prosta çəkiliş eləmirəm. Niyə eləmirəm? Parkda var da videolarımız olduğuna görə deyirəm ki, sıxıcı olar. Məsəl üçün də tutaq ki, səhər vlog çəkirəm, əl üzü yedin, yemək yedin, təzədən parka, yəni eyni şeyləri təkrar çəkmək istəmirəm. Belə biləm, özümün ürəyim sıxılır, nə biləm, hamının ürəyi sıxılır. Bəlkə də sıxılmır, sadəcə mənə elə gəlir, o da bilmirəm. Mən o dəriyə paltar geyindirəcəkdim. Qoy aparım geyindirə səsləndirməliyim. Bir də ki, mənim unutqanlığım var, yaddaş unutqanlığı. Bu dəriyə olandan sonra mı oldu? Əvvəl mən unutqan deyildim. Bir dəqiqə gəldim. Onu deyirdim. Harda qaldım, yadımdan çıxdı. Bir də 4000 saatdan danışım. Yəqin bilirsiniz ki, 4000 ola bilər təzə abunəçilər gələr, izləyicilər gələr. 4000 saatı doldurdum, amma ki, dünənlərim mənə mesaj gəlmişdi ki, təzədən təsdiqlənmədi, pul qazanma rejiminə keçmədin. Dünən gəldi mesajı. Düzü pis oldum, elədim. Pisim, o nə idi? Amma ki, ümidim Allahıma bağlamışım. Təzədən təsdiqləmə atdım. AdSense hesabı da falan. Təzədən yenə elədim. Görək indi necə olacaq. İnşallah ki, uğurla təsdiqlənər. Görək də Allahın izni. Əgər qismətimdə varsa təsdiqlənəcək. Yoxdursa da, pul qazanmayacamsa da, təbii ki, vloglar da çəkməyəcəm. Çünki bu səhifəni sırf pul qazanmaqdan ötürü bilirsiniz ki, açmışdım ki, ev alım Allah qoysa. Çünki bir otaqda 3 uşaq, yoldaşım da fəhlə işləyir, yəni satdıra bilmirik. Yoldaşıma kömək üçün, belə deyək. Açmışdım ki, 4000 saat doldurum, ondan sonra yoldaşıma kömək edeyim. Bu uşaqlara bir tərəfə çıxardaq, ev falan alaq. Allah qoysa, əgər olmasa, gözləyəcəm. İnşallah ki, biraz uşaqlar böyüsün, gedib işləyəcəm. Uşaqları Dəryan da bağçaya verəcəm. İndi 1 yaşı var da, hələ tezdir. Əgər təsdiqləyəni olunmasa, YouTube'u buraxacam. Əslində video çəkmək falan hamısı çətin bir şeydir. Sadəcə deyirəm, bəlkə də inşallah Allahın izni. Amma bəlkə ara bir vlog atdım. Çünki burada çox belə özünə hörmət edən dəyərli izləyicilərim də var. Onu da deyim, yəni bir yandan da deyəndə ürəyim ağrıyır, istəmirəm buraxmaq. Sadəcə prosta vaxtım elə bir ki, necə deyim, gedir də. Yəni necə gedir? Çox yoruldum əslində, dəhşət çox yoruldum.
İndi Allah kərim deyib, bəlkə Allah qoysa qazanacağam. Bizə bu işsəydi. Amma yəni nəyə görə deyirəm buraxacağam? Çünki əgər YouTube mən bu qədər əziyyətimə qarşılıq verməyəcəksə, niyə də YouTube-da olmalıyam mən? Yəni izləyicilərlə problemim yoxdur YouTube-la. Əgər YouTube mənim pul qazanmamı aktivləşdirməyəcəksə, ləğv eləyəcəksə, mən də YouTube-a video atmayacağam. Yəni YouTube özü mən qazanmıram. YouTube mən reklam gəlir səhifəmə. YouTube özü mən nə qədər qazanıbdır. Mən video atmasaydım YouTube hardan qazanırdı? YouTube'un qazanc yeri artır. Mənim yox. Yəni indi əgər səhifəmi aktivləşdirməyəcəksə, burada olmayacaq. Özü bilər. Yəni indi görək də inşallah görək necə olacaq. Burada da şey qoy baxım görüm düşüb eləməmişəm burada kameraya. Burada nə edirəm mən? Burada beyin yatdı. Katlet eləyirəm. Bu gün pərişmam olmadı, deyir, nə deyir? Dəyərli izləyicilərim, bir də ki, necə vloglar çəkməyimi istəyirsiniz? Necə vloglar gəlsin? Yəni, şərhdə yazsın, sevinərəm. Məncə, bəlkə səsi açım, qoy görüm səs də necə düşür. Amma səssiz də olsa inanmıram izlənə. Çünki heç bir şey danışmır, boş adi görüntüyə. Mahnı da mən mahnı qoymuram bura. YouTube'dan da mahnılar. Başlayır təlif haqqı atmağa. Yəni sonra da yazılır ki, bu videoda para kazanma açandan sonra bu video devre dışı. Devre dışı da nə deməkdir? Yəni pul qazanmayacaq da, belə deyim. Təsir edir. Ona görə mahnı da qoya bilmirəm. Hansını mahnı qoyuram, elə eləyir. Elə bir ki, valla məndən YouTube'un nəsə qəsdi qərəzliyi var. Bilmirəm. Bəlkə də mən tam bilmirəm YouTube onun üçündür. Onu da bilmirəm. Əslində baxıram, vaxtım olanda vlog çəkənlərə baxıram ki, necə çəkirlər, eləyirlər. Prosta gəl gələn adət çəkimi belə vlogu. Gəl bu səsləndirməyə olanda özümü o qədər itirirəm. Necə deyim, söz tapmıram, bax danışma. Baxıram ki, cəmaət elə qəşəng danışır, elə yaxşı, təbii, super də. Baxıram ki, axı mən həyatda belə deyirəm, kamera, səsləndirmə ümumiyyətlə açan kimi həyəcanlanmam. Ağlımda olan deyirəm ki, bunu danışacağam, onu danışacağam. Edirəm, amma gəl ki, səsləndirmə eləyəndə hər biri yadımdan çıxır. Nə danışmaq lazımdır. Şey, durur orada. Başlayıram ağzıma gələn danışmağa. İnanırsınız, yenə canlı falan açırdım, başım qarışırdı. Artıq ki, mən 10-11 günlük canlı da açmıram. 79 gün səhv eləmirəm. Sayıram da ki, nə qədər qalıb da. 79 gün qalıb canlı açmama. Canlı açanda əslində, canlı açanda onu deyirdim. İnsanlarla söhbət edirsən, ünsiyyətdə olursan, daha elə bir ki, necə deyim, ucu düzəlir də, danışmaq falan belə düzəlirdi. İndi artıq canlı da açmıram, ucu yenə yadırxıram. Yenə baxıram ki, söhbət tapıram eləməyə. Getdim TikTok'da dedim ki, qoy canlı eləyim. Burada yazmışdım da izləyicilərdən ki, istəyən olsa 79 gün qalıb da, yəni elə orada canlı yayım eləyim, söhbət eləyək. Heç kim gəlmədi canlı yayıma. Açdım, bir yarım saatlıq açdım. Qabı uyandı. Amma heç kim gəlmədi canlı yayıma. Bağladım. Sonra da yenə mənim həvəsim öldü. Ondan sonra canlı eləmədim. Bir də məndə bir xasiyyət var. Bilmirəm indi sizdə var ya yox. Bəlkə də var, bilmirəm.
Mən necə biriyəm, necə insanam? Bax, məsəl üçün də YouTube-da elə bu səhifədə aktivləşdirirəm. Burada qəşəng videolar paylaşım, eləyim. Qəşəng deyən yəni mənim üçün qəşəngdir. Əlbəttə, hamı üçün qəşəng deyil. Məsələn, mən danışığım özümün məsələn öz danışığımdan zəhləmgir, amma elə adam ola bilər ki, elə adam heç inanmıram, amma yenə də yəni bəlkə də xoşuna gələ bilər. Bəlkə birinin xoşuna gəlmir. Yəni insanıq da, normal bir şeydir. Hamı mənə məsəl üçün necə deyim, xoşlayacaq deyə bir şey yoxdur, xoşlamayacaq deyə bir şey yoxdur. Allah yaratdığı insanam. Videolar paylaşıram həvəslə, şeydə aktivləşdirirəm, takibi falan qaldırıram. Riski ürəyim istəməyən bir şey oldu ha, həvəsdən düşürəm, onunla da səhifəni tərk edib çıxıram. Məndə o xasiyyət var. Artıq 2 gündür istəyirdim ki, səhifədən çıxam yenə. Əvvəl kimi. İstəyirəm ki, video paylaşmayam. Heç nə də. Baxdım ki, təsdiqlənmə falan olmur. İndi səbr eləmişəm hələ ki. Yəni, məndə o xasiyyət var. Ya TikTok'da olsun. TikTok'da gətirdim. Düz 11 minəcən çıxartdım səhifəni. Deməli, deyirdilər ki, Almaniyanın səhifəsindən qəşəng pul qazanmaq olur. İnan Allaha, mən 4 ay 10.000 takip yığmaqdan ötürü gecəmi gündüzümə qatdım ki, 10.000 takip yığım. Oradan videolardan, 1 dəqiqəlik videolardan pul qazanım. Açdım səhifəni, Almaniya səhifəsini, 4 ay yenə deyirəm, video paylaşdım, 10.000 elədim, 11.000 hətta takip yığmışdım. İndi 10.800 olub takibim. Çünki normalda əvvəl kimi yanaşmıram. Özümə bax, orada kütlə yığmışdım, izləyənlər vardı məndə. Gəlginən ki, nə oldu? Mən oradan pul qazanmadım deyə mən o səhifənin başını buraxdım. Bax, bu xasiyyət. Məsəl üçün, gördüm ki, o deyil də, qazanırdı, nə qədər qazanırdı? Nə qədər? 100.000 baxışa, 100.000 baxış, 5 qəpik. 100.000 baxışa 5 qəpik. 200.000 baxışa, o da ki, 100.000 hər video kəşfiyyata düşmür ha. Ayda bir dəfə 100.000 olacaq, ayda bir dəfə 5 qəpik. Özü də ki, o da ki, PayPal sistemi ilə. PayPal-dakı Azərbaycanda yoxdur, açmaq olmur. Açdırmışdım, 100 manat verdim, PayPal açdırdım. İstifadə edə bilmədim. Hayf getdi 100 manatımda, sağlığınıza. Heyf o 100 manatdan. Heç olmasa özümə paltar alsaydım, yanmazdım. Nəysə, dərdim düşdü yadıma. Yəni PayPal-da elə getdi. Yəni olmur da, yəni olmur, alınmır. İban kod istəyir, nə istəyir. Başım çıxmadı, nə qədər ChatGPT ilə, Gemini ilə 1-2 ayı elə vaxt öldürüm. Sonra gördüm ki, YouTube'a baxırdım, kəşfiyyatda qabağıma çıxdı ki, YouTube'dan pul qazanmaq. Dedim, qoy buna baxım, elə belə videoya baxdım, həvəsləndim ki, 4000 saat doldursam, belə elə. Sonra canlı açdım YouTube'da. Elədim ki, bəlkə şey olar. İndi gəlib 4000-in sizlərin sayəsində Allah köməyiniz olsun. 4000-ə çıxmışam, indi təsdiqlənmə gəlmir. Əsəblərim pozulubdur. İndi qərarsızam, bilmirəm neyniyim. Bu qədər əziyyət çəkmişəm. Əziyyətim heç olmasını istəyirəm. İnşallah ki, Allah imkan verməz. Allah hamının işinə vand eləsin, mən də onların içində. İnşallah ki, pul qazanaram. Çünki and ol Allaha, 3 dənə uşaqla video paylaşmaq heç asan iş deyil. Yatmamaqdan da mənim beynim ağrıyır. Başım ağrıyır. Bir yana dəriyə xəstələnibdir. Onunla indi məsələn uşaqların yanına qoyub gəlmişəm, amma olmur da, necə deyim. Yenə pul qazansam, özümü həvəsləndirərəm ki, pul qazanmam, qoy eləyim də. Amma boş yerə eləmək də istəmirəm. Çünki özümə çox yük düşür, dəhşət çox yük düşür. Video paylaşanlar bilər. Belə adi paylaşımını deyirsən, nə var orada? Mən də əvvəl elə deyirdim. Şəxsən nə var orada? Videoda paylaşır. Amma elə bir şey yoxdur. Hər işin çətinliyi var. Bu işdə çətinlik asan deyil.
Dəyərli izləyicilərim, inşallah ki, başınızı ağrıtmadım. Əgər ağrıtdımsa da indidən üzr istəyirəm. Gözüm qabana gəlir ki, linçlər gələcək, bu nə danışıqdır filan. Bəlkə də gələcək. Gəlsə də daha necə deyim, istəyirəm ki, pis yorumlardan filan danışmayım. Çünki əsəbləşirəm, başım ağrıyır, lazım deyil. Bu videoya əgər yeni gələnlər izləyirsinizsə, abunə olsaz, dəstək olsaz mənə, şərh yazsaz, videoya axıracan baxsaz çox sevinərəm. Yeni gələnlər xoş gəlmisiniz, dəyərli izləyicilərim, köhnədən olan izləyicilərim. Siz də hər biriniz xoş gəlmisiniz, belə deyim. Hər birinizin xətri məndə böyükdür, çoxdur, var olasınız. Allah hər birinizin kömək olsun. Nə yaxşı ki varsınız. Nə yaxşı ki mənim yanımdasınız. Allah sizdən razı olsun. Bax, burada qolum düşür. Gərək ki, o smailik qoyam. İstəmirdim qolum düşsün elə.